və ərəb dilində ona əşr deyilir. Fikir verirsinizsə, 100-ə miya deyilir, 1000-ə alf deyir. Bu hansıdır? Demək ki, biz 100-ə üst deyəcəksə, ərəblər ona üst demişdi. Demək ki, biz 10 rəqəmini formalaşdıranda ərəblər bizdən artıq ayrılırdı. Amma fikir verin, 20, 30, 40, 50, 60, 70, 80, 90 dedikdə 10 rəqəmini, rəqəmlərin, müvafiq rəqəmlərin 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 rəqəminin sonuna qoyuruqsa, eyni ilə biz ərəblərdə də onların yaratdığı 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 rəqəminin sonuna 10 rəqəmini qoyduğunu deyirik. Halbuki onlar ayrılıqda əşr sözünü ona demiş olsa da. Biz 1000 dediyimizi onlar 100'ə deyib və bu səbəbdən də onlar ul kökündən 1000'ə alf kökünü formalaşdırıbdır. Və biz tək sözünə baxası olsaq, Tanrı sözünün kökü olan tö ilə yaradan mənasına gələn ök sözündən tək sözünü formalaşdırdığını görürük və tək sözünün tərs kombinasiyası bizim qabağımıza öktö kökündən kut kimi çıxır. Kut sözü türk dilində mübarək, müqəddəs mənasına gəlir. Kut sözündə kətəsə sözü ərəb dilində müqəddəs sözünün köküdür. Onun qarşısına mu gələrək biz onu müqəddəs kimi bilirik. Və tək sözünün tərs kombinasiyası olan əhəd sözü ərəb dilində təhliyi və Allahın tək sifətini bildirən sözdür.